Salam, bu videoda həqiqi ədədlər bölməsinə aid çalışma izahı verəcəm. Birinci sualdan başlayaq. Birinci sualda modulla bağlıdır. Birinci tapşırığın birincisi. Modulda, əgər biz modulda mənfi ədəd görürüksə, öncəliklə deyək ki, A böyükdür 0 olarsa, modulda A-dan elə A çıxacaq. A kiçikdir 0-dırsa, modulda A-dan mənfi A çıxacaq. Bu anlayışı əvvəlcə başa düşməlisiniz ki, moduldan ədədlər müsbət çıxır nə deməkdir? Yəni, mənfi ədəddirsə, qarşısına mənfi atılaraq çıxarılır. Müsbət ədəddirsə, olduğu kimi çıxarılır. Birinci də bizə verilib modulda mənfi 3,6. Demə, mənfi ədəd qarşısına mənfi atsam nə olacaq? Mənfi 3,6-ın qarşısına mənfi atanda 2 mənfi bizə müsbət verir. Ona görə müsbət 3,6 çıxır. Burada da mənfi 5,2-dirsə, müsbət 5,2 çıxır. Yəni, 3,6 üstə gəl 5,2. Tam hissələri 1 toplayırsınız. Belə alt-alta şəkildə kəsir hissələrdə 1 toplayırsınız. Edəcək 8,8. Birinci sualın cavabı 8,8. İkinci tapşırıq da bundandır. Üçüncü, həmçinin keçdik biz dördüncü tapşırığa. Dördüncü tapşırıqda ədədlərin əksini istəyir. Ədədin əksini tapanda sadəcə ədədin qarşısına mənfi qoyulur. Yəni 6,2 verilibsə, siz bunun əksini tapanda heç nə etməyəcəksiniz. Sadəcə qarşısına heç nə yoxsa bu müsbət ədəd deməkdir. Qarşısına bir dənə mənfi atacaqsınız, yazacaqsınız mənfi 6,2. Yəni 6,2-nin əksi nə oldu? Mənfi 6,2. Misal üçün, görürsünüz burada mənfi 7,2. Bunun əksi olacaq 7,2. Nəyə görə? Çünki mənfidirsə, əksi deyəndə əksi, mənfini dəyişəsiz müsbətə. Deyəcəksiniz müsbət 7,2. Müsbətsə qarşısına heç bir işarə qoymaya ehtiyac yoxdur. Daha sonra biz baxa bilərik burada 7-ci çalışmaya. 7-ci çalışmada deyir ki, 18,7 və 2,8 ədədlər arasında neçə natural ədəd var? Ədəd oxunu çəkirik. Baxın. 2,8 deyir. Hara yerləşdirəcəyinizi bilmirsiniz. Düşünürsünüz ki, 2-ni götürüm, götürməyim. Ədədlərdən 2-nin sağından və solundan bir neçə ədəd yazın. Ədəd oxununda 1 yazın, 2 yazın və 3 yazın. Ortada heç nə yazmıram. Yenə buradan 17 yazaq, 18 yazaq və 19 yazaq. Baxın, 18,4, 18-dən sonra bura düşəcək, düzdür? 18,4. 2,8, 2-dən sonra gəlir axı. Demə, bura düşəcək, 2,8. Burada yerləşən tam ədədlər, baxın, bu hissədir. Baxın, bu hissə. Yerləşən natural ədədlərimiz 3-dür, 4, 5 nöqtələri yerləşdirirəm. Yəni, ən sonda 17 və biz 18-i yaza bilərik. Biz burada görürük ki, 18, 18, 18,4-dən əvvəldədir. 3 də 2,8-dən sonra gəlir. Yəni, bu aralıqda yerləşənləri götürürsünüz, bunları sayırsınız ki, sayını yazırsınız ora. Tutaq ki, ədədləriniz arasında çox ədəd var. 3-dən 18-ə qədər neçə dənə ədəd var? Siz onu saymağa çalışırsınız, say düsturundan istifadə edirsiniz. Sonuncudan çıxırsınız birincini, üstündə bir dənə 1 gəlirsiniz. Bu da edəcək 16. Deməli, burada neçə dənə natural ədəd oldu? 16 dənə natural ədəd oldu. Daha sonra bu çalışmalardan biz yaza bilərik 8-cini. 8-cidə bizə deyir ədəd orta. Ədədi orta tapanda nə edilir? Ədədlər toplanır. Məsəl üçün, sizə 20-dən 30 verilibdir. Neçə dənə ədədiniz var? 2 dənə. Demək, böləcəksiniz 2-yə. 50 bölünsün 2. Sizin cavabınız olacaq 25. Ədədi orta 25-dir. Daha sonra tutaq ki, 7-ciyə baxaq burada. 7-cidə neçə dənə ədəd verilibdir bizə? 1 yazıram, 9 üstə gəl, 1 üstə gəl, 6 üstə gəl, 4 üstə gəl, 20. Burada 5 dənə ədəd var, ona görə də 5-ə böləcəksiniz. 10, 20, 40. 40-ı bölürəm 5-ə, ədədi orta edəcək 8. Daha sonra ədədin tərsi anlayışı var. Ədədin tərsini tapanda nə edirik? Kəsrin məxrəc və sürəti yerini dəyişir. Misal üçün, bizə verilib 4-də 3. Biz bunun tərsini tapırıqsa, 4-ü qaldırırsınız yuxarı, 3-ü düşürdürsünüz aşağı. Qarşısında mənfi varsa, mənfiyə toxunmaq olmaz. Məsəl üçün, sizə mənfi 4-də 3 versəydi, siz onun tərsini tapanda mənfisi ilə işiniz yoxdur. 4-lə 3-ün yerini dəyişirsiniz sadəcə. Bunun tərsi nə oldu? Bunun tərsi oldu 3-də 4. Daha sonra tam ədədlə rastlaşa bilərsiniz. 5-in tərsi.
Bütün tam ədədlər rasional ədəddir. Məxrəclərində 1 var. Tərsini tapanda 5 düşür aşağı, 1 qalxır yuxarı. 5-in tərsi olacaq 5-də 1. 10-cu çalışmaya baxırıq. 10-cu çalışmada isə hansıların qarşılığı tərs olduğunu soruşur. Bunu irrasional ədədlər şəklində də rastlaşa bilərsiniz. Ona görə qaydanı bilməlisiniz ki, qarşılığı tərs ədədlərin hasili 1-ə bərabərdir. Yəni, misal üçün 7-yə baxırıq. Baxın, 10-cu çalışmanın 7-cisində 0,2 ilə 5 verilir. Bir-birinə vururam 1. Deməli, bunlar qarşılıqlı tərsdirlər. Daha sonra 11-ci çalışmaya baxırıq. 11-ci çalışma ədədi orta ilə bağlıdır. Yəni, tənlik quraraq həll etməlisiniz. 2 dənə ədədin ədədi ortası 6,4-dür. Birinci ədədi də bilmirəm, ikinci ədədi də bilmirəmsə yazıram. X üstəgəl Y bölünsün 2. Çünki 2 ədədin ədədi ortası deyil. Bərabərdə 6,4-dür. Biri 6,4-ün məxrəcinə 1 qoyub çarpaz vurursunuz. X üstəgəl Y bərabərdir. 2 vurursun 6,4. Yəni, X-dan Y-in cəmi, həmin o 2 ədədin cəmi 12,8-dir. Bu ədədlərdən biri 3,2-dir. Gətirin X-in yerinə 3,2 yazın. Onda digər ədədi tapmaq üçün biz 12,8-dən çıxacağıq 3,2-ni. Edəcək 9,6. Bunun da cavabı 9,6. Daha sonra 12-ci çalışmada bizə deyir ki, aralarında neçə tam ədəd var. 12-ci çalışmanın birincisinə baxırıq. Əgər mötərizə boşdursa, 14-ün özü daxil deyil bura. Bu aralığı ödəyən ən sonuncu ədədimiz 135-dir. Ən birinci ədədimiz 15-dir. Üstünə də 1 gəlib neçə dənə tam ədəd olduğunu tapa bilərsiniz. Edəcək 121. Birinci sualın cavabı 121. Yox, əgər ikinciyə baxırıq. Bu şəkildə verilsə 13,4 və 256. 13,4-dən sonra gələn tam ədədimiz nədir? 14. Burada isə 256-nın özü daxildir. Nəyə görə? Baxın, bu mötərizə bu şəkildədirsə 256-nın özü daxildir. Sonuncudan birincini çıxırıq. Üstünə də 1 gəlirik. 256-dan çıxıram 14-ü. Üstünə də 1 gəlirəm. Edir 243. Digər tapşırıqlar da eyni şəkildə 14-cü çalışmanı da həll etmək üçün digər tapşırıqda göstərdik. Misal üçün birinci. 3,5-in 2 qonşu tam ədədlərini tapmağa çalışırsınız. Bilmirsiniz. -4-ü də qoyun, -3-ü də qoyun, -5-i də qoyun. Sırayla -5 buradadır, -4, sonra -3. İndi düşünün, -3,5 harda olacaq? Baxın burada. Axı -3 rəqəm olaraq böyür, hara gedir? 4-ə yaxınlaşır, amma ədəd olaraq kiçilir. Sıfırdan uzaqlaşdıqca ədəd kiçilir. Hansı tam ədədlərin arasında yerləşdi? -4 ilə -3-ün. Cavabınız olacaq -4 və -3. Daha sonra burada bizə lazım olacaq izah tələb edən sual. 18-ci sual çalışma. 18-ci çalışmada məsəl üçün birinciyə baxırıq. 5 ədədindən ədəd ox çəkirsiniz. Baxın 5. Çəkmədən də tapa bilərsiniz. 3 vahid məsafədə yerləşən ədədlər. 5-dən 3 vahid sağa getsəm ədədim böyüyəcək, olacaq 8. 5-dən 3 vahid geriyə getsəm ədədim kiçiləcək, olacaq 2. Deməli, həmin ədədlər 2 və 8. Neçə vahid deyirsə, həmin ədəd bir dəfə çıxın, bir dəfə toplayın. Daha sonra bizə verilə bilər tam hissə anlayışı. 20-ci. Ədədin tam hissəsi necə tapılacaq? Ədədimiz, məsəl üçün birincidə 6,3-dür. Qısa yoldan sizə belə izah edəcəm. Əgər müsbət ədəddirsə, vergülün qarşısında nə görürsünüzsə, tam hissə budur. Əgər mənfi ədəddirsə, bu rəqəm hissəni bir vahid artırın, deyin -8. Burada cavabınız olacaq 6, burada cavabınız olacaq -8. Daha sonra ədədlərin kəsr hissəsini necə tapacaqsınız? 21-ci tapşırıqda. Ədəd çıxılsın tam hissə, sizə verəcək kəsr hissəni. 6,7-nin kəsr hissəsini tapmaq üçün 6,7-nin tam hissəsi nə oldu? 6. Çıxırsınız, kəsr hissəniz 10,7 olacaq. İkincidə isə baxın, -3,75-dən çıxacaq. Tam hissəmiz nə olacaq? Rəqəmin bir vahid artırırsınız. -4 olacaq. 2 dənə mənfi olduğu üçün burada toplamaya çevriləcək. -3,75 üstə gəl 4 edəcək 0,25. Bu da bu şəkildə olacaq. Daha sonra
24-cü tapşırığa baxırıq. 24-cü tapşırıqda x deyir cüt ədəd. İstədiyiniz bir cüt ədədi yaza bilərsiniz. Misal üçün mən 2 yazıram. Y tək ədəddir, 1 yazıram. Çalışın ikisi də cüt olsa, misal üçün x-i də y də sizə cüt verirsə, ikisinə də eyni bir ədəd 2 və 2 verməyin. Birinə 2 verəndə birinə 4 verin. İndi 2 vurulsun 2y kvadratı üstə gəl 3x. Yəni 2-ni vururuq y-in qiyməti 1-in kvadratına, 3-ü vururuq 2-yə. Edəcək 2 üstə gəl 6, yəni 8. Birinci ifadə deyir təkdir yoxsa cüt? Deyəcəksiniz ki, cütdür. Daha sonra 26-cı tipdə olan tapşırıqlar necə həll olunur? Bizə deyir ki, 25 çıxılsın n-in kvadratı bölünsün n kvadratı kəsilir. Tam ədəd olarsa, tam n-lərin sayını tapın. Hədd və hədd n kvadratına, yəni məxrəcə bölməlisiniz. N kvadratını n kvadratına böləndə nə qalır? 1 qalır. Edəcək 25 bölünsün n kvadratı çıxılsın 1. 25 hansı ədədlərin kvadratına tam şəkildə bölünür? 1-ə 1-in kvadratı 1 eləyir və 5-ə 5-in kvadratı 5 eləyir. Başqa bir ehtimalımız yoxdur. 5-in kvadratı 25 eləyir. Misal üçün 25 5-ə bölünə bilir, amma biz 5-i yalnız kök 5-in kvadratı göstərə bilərik. Burada tam ədəd kimi n-i göstərə bilmirik. Kök altında 5 tam ədəd deyil. Ona görə burada n ola bilər 1 və 5, yəni 2 dənə. Burada cavabınız olacaq 2. Tam dediği üçün bunların mənfisini də götürə bilərsiniz. -1, -5 də götürə bilərsiniz. Ona görə də olacaq 4. Burada cavabınız 4. Natural desəydi, yalnız müsbətləri götürərdiniz. Daha sonra 28-ci tapşırığa baxırıq. 28-ci çalışmada isə -8 ədədindən, baxın 8 ədəd oxunda qeyd edirəm. 16 vahid uzaqda yerləşən məsafədə, onda biz 8-in üstünə bir dəfə 16 gəlirik, eləyir 24, yerləşə bilər 24 ilə. 8-dən bir dəfə də 16 çıxıram, edir -8, bir də -8. Deyir, bu məsafədə yerləşən 3 dənə ədəd yox. İstədiyiniz bir ədədi yaza bilərsiniz. Misal üçün, buradan bir dənə mən 9 ilə 10 götürürəm. Buradan da -7 götürürəm. 3 dənə ədəd yazdım. -7, 9, bir dənə də 10 yazıram. Daha sonra 29-cu tapşırıqda bir-birinə vurursunuz. Cavabınız 1 eləməlidir ki, onun qarşılığı tərs ədəd olduğunu göstərə biləsiniz. Bir dənə də 30-cu çalışmanın birincisinə baxaq. Biz artıq bunları dedik. 2-nin əksi. Yalnız qarşısına mənfi işarə qoyacaqsınız. 2-nin tərsi 2 tam ədəddir. Məxrəcində 1 var. Tərsi edəcək 2-də 1. Məxrəcinin sürətinin yerini dəyişirsiniz. Əksi ilə tərsini çıxın. Əks çıxılsın fərq. Əksi -2-dir. Çıxırsınız 2-də 1-i. İkisinin də qarşısında mənfi olduğu üçün toplayıb mənfisini yazacaqsınız. 2 ilə 2-də 1-i toplayırsınız. 2 tam 2-də 1. Və yaxud da ortaq məxrəcə gətirərək toplaya bilərsiniz. -2 çıxılsın 2-də 1. Tam ədədin məxrəcində dedik 1 var. Buranı vururuq 2-yə. Olur -2-də 4 çıxılsın 2-də 1. Sürətləri toplayırıq. -4 ilə -1 edəcək -5. Cavabınız -2-də 5. Ədədi standart şəkildə göstərin. Yəni ədəd qiymətli hissə və tərtibdən ibarət olmalıdır. 580.000 ədədinin qiymətli hissəsi 1 ilə 1 daxil olmaqla 1 ilə 10'un arasında olur. 10 daxil deyil. Yəni biz vergülü qoyacağıq 5-dən sonra ki, tam hissəsi 1 ilə 10 arasında olsun. Əgər mən bura vergül qoysam 1, 2, 3, 4, 5 dənə ədəd qalır. 10 üstü 5 yazacağım. Bu hissə olur qiymətli hissə. Bu bizə soruşulmur. Yenə də qeyd edirəm. 5 isə olacaq tərtib. Onda standart şəkli buradan qeyd edirəm. 5,8 vurulsun 10 üstündə 5. Daha sonra ədədləri standart şəkildə burada artıq özünüz yazacaqsınız 32-ci çalışmada. İzah tələb edən burada. 39-cu çalışmada isə ortaq vuruğu mötərizə xaricinə çıxartmaqla həll edəcəksiniz. Eyni olan vuruqlarımız nədir burada? 12 tam onda 7. 12 tam onda 7 çıxır mötərizə xaricinə. 5 tam %35 üstə gəl 4 tam %65. Bunlar toplanır. Bizə verir 10. Onu da 12 tam onda 7'ye vuranda cavabımız olur 127. Daha sonra
42-ci çalışmanı izah edə bilərəm. 42-ci çalışmanın misal üçün birincisinə baxırıq. Siz başlayırsınız, baxın ən aşağıdan 1-dən 3də 1-i çıxırsınız. 1 çıxılsın 3də 1. 1-in yerinə nə yazırıq? 3də 3 yazırıq. 3də 3-dən 3də 1-i çıxırsınız 3də 2. Olur misalınız bu şəkildə. 1, 1 çıxılsın 1 bölünsün 3də 2. İndi siz bunu həll etməlisiniz. 1-i 3də 2-yə bölməlisiniz. Burada böyle 1 bölünsün 3'də 2, yani 1 vurulsun 2'də 3. O da edəcək 2'də 3. İndi misalınız bu şəkildə olacaq. Belə. Siz artıq nə etməlisiniz? Siz indi 1-dən 2'də 3'ü çıxmalısınız. 1-in yerinə nə yazacaqsınız? 3'də 3, 2'də 2 yaza bilərsiniz. 2'də 2 yazsaz, böyükdən kiçiyə çıxıb böyün işarəsini yazacaqsınız. Məxrəcdən -1. Bunu da bu şəkildə mən yazıram. Sizə aydın olsun. Kəsir xəttini, baxın. Bu kəsir xəttini bu bölməklə əvəz edirəm. Olur 1 vurulsun -1'də 2, o da eləyir -2. Birinci kəsirin cavabı, yəni buranın cavabı olur -2. Digərlərini özünüz artıq yaza bilərsiniz. Daha sonra bunlar da eyni tipli tapşırıqlardır. Bunları isə artan sırayla yazmaq üçün ya adi kəsrə çevirməlisiniz hamısını, ya da onluq kəsrə çevirməlisiniz hamısını. Ondan sonra müqayisə edə bilərsiniz. Onluq kəsrlərin müqayisəsində isə misal üçün bu ikisini göstərək. 44-cü tapşırığın ikincisində -2,3 təbii ki müsbət olan daha böyük olacaq. Tutaq ki bunlar hər ikisi müsbətdir. 2,3 və 2,3 dövrdə 1-i müqayisə edirik. Baxın 2,3'ün burada dövrdən sonra nə gəlir? 0 gəlir. Burada isə burada birlər dövrü 1 gəlir. Tam hissələr bərabərdirsə, növbəti mərtəbə bərabərdirsə biz buranı müqayisə edəcəyik. 0 ilə 1-i müqayisə edəndə görürsünüz ki, böyük olan dövrü kəsrimizdir. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.